Esselamu Aleyküm ve Rahmetullahi ve Berekat. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizə hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu və Teala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu və Teala'nın üzerimizdə olan emirlərini yerinə getirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Quran inkarçıları, din düşmənləri barəsində olan 110-cu videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahətçiləri, bu yalancıları, bu şarlatanları din və İslam adı altında, Quran sevgisi adı altında insanları ateizmə, deizmə sürükləyənləri tanımış və onların yalanlarından, hilələrindən agah olmuş olarsınız. Deməli, bu videomuzda bu Yaşar Nuri Öztürkün və həmçində bizdə olan bu dırnaqarası ilahətçinin, dinsiz şunasın qadınla əllə görüşmək barəsində olan bir videosuna cavab verəcəyik. Sözsüz ki, dediyimiz kimi, digər videolarda da söylədiyimiz kimi, bütün bu məsələlər heç biri bunun beyninin məhsulu deyil. Çünki bu beyninin yerində peyin daşıyan bir insandır. Mümkün deyil ki, bu gətirdikləri məsələləri bu özündən hamısını oxuyub, özü araşdırıb tapıb, yox. Bütün bu məsələlər, dəyərli dinləyicilər, bundan öncə Türkiyədə bunun xocalarının danışdığı məsələlərdir, mövzulardır ki, hansı ki, bu günləri bu kopyalayır, eyni məsələləri burada gündəm eləyir, danışır və bu ilə da özünü məşhur etməyə çalışır. Tanınmaq, dəyərli dinləyicilər, iki cürə olur da tanınmaq. İnsanın var xeyirlə tanınması, var şərlə tanınması. O ərəblərdə belə bir misal var ki, ərəblərin biri, bədəvi bir ərəb, götürür Zəmzəm quyusuna, ayaq yoluna çıxır. Yəni, bu ərəblər içərisində olan bir rəvayət də hamı danışır bunu ki, Zəmzəm quyusuna ayaq yoluna çıxır. O məşhur olur o insan. O tanınır o ilə. Lakin o nə ilə tanınır? Mındar, çirkin bir əməli ilə tanınmış olur. Bu insan da tanınır öz ağlında olan insanların içərisində. Bu günləri Allahın dinində səhv axtaranların içərisində, ateistlərin, deistlərin, bu mütriflərin içərisində məşhur və olan və tanınan bir insandır. Və bunu da görürsən ki, o cürünə insanlar daima efirlərə çağırırlar ki, hər dəfə gündəmdə qalsın. Lakin insan şərlə tanınır. İnsan yalan danışmaqla tanınır. İnsan Allahın dininə iftira atma, Allahın adından, Peyğəmbərin adından yalanlar danışmaqla tanınır. Sözsüz ki, belə insanın aqibəti, digərlərinin aqibəti necə olubsa, onlardan heç bir şeylə geridə qalmayacaq. Və əllə görüşmək barəsində danışır və deyir ki, bu hörmətsizlikdir. Yəni, çoxsu deyir bunu özünü göstərmək üçün eləyir. Yəni, qadınla əllə görüşmək bilirsiniz ki, şəriətdə icazəli deyil, haramdır bu. Mən istəyirəm biz dinləyək, ondan sonra cavab verək Allah'ın izniyle. İslam'da bazı mezheplerde kadına tokalaşmak günah. Günah değil. Şimdi o şu. Abdest bozuyor. Kur'an-ı Kerim diyor ki kadınlara, yani kadınlarla cinsel temasta bulunmuşsanız gusletmeniz, abdestinizi yenilemeniz lazım. Şimdi orada lamestüm tabiri var. Dokunmak tabirini kullanmış. Mecazi bir tabirdir. Kur'an-ı Kerim onu cinsel temas anlamında. Mesela İmam-ı Azam bunu böyle anlamıştır. Cinsel temas. Ama mesela bazı mezhep imamları hayır, doğrudan onu kelime anlamıyla almış, dokunmak manasında. Onun için kadına dokunduğu zaman abdestin bozuldu der. Günahla falan bir ilgisi yok. Bazıları mesela köpeğe dokunmayı da böyle anlamış. Evet, şart. Biz Eşitdiniz dəyərli dinləyicilər, Quran-ı Kərimdə Allah Subhanahu taala ayətidir. Yəni qadına toxunduğunuz halda Allah Subhanahu taala qüsl almağı əmr edir. Lakin orada təfsirçilərdən bəzi təfsirçilər və yaxud da bəzi məzhəblərdə gətiriblər ki, orada məhz toxunmaqdan gedir. Əgər qadına, yəni naməhrəm qadından söhbət gedir, kişi toxundusa,
bəzi məzhəblərə görə dəstəmazın pozulmasını qeyd edirlər. Lakin bəzi məzhəblərdə isə söyləyirlər ki, yox, orada yaxınlıqdan gedir söhbət, toxunmaq dedikdə, yəni qadınla yaxınlıq olarsa, bu zaman nədir? İnsanın boynuna qüsul düşməsini qeyd edirlər. Lakin doğru olan odur ki, bu məsələ, qardaşlarım, qadına toxunmaq heç bir halda qadına toxunmaq məsələsinə gəldikdə isə, yəni naməhrəm olan qadınla əllə görüşmək məsələsinə gəldikdə, bu haramdır İslam dinində, dəyərli dinləyicilər, və böyük günahlardandır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bunu qadağan edib bu əməli. Mən istəyirəm siz bu dinsizşünasın da çıxışını dinləyəsiniz, ondan sonra biz cavab verək. Bizim çempionatda da görürük, Azərbaycan çempionatında dəfələrlə olub, xaricdə də belə hallar olur. Bəzi qadın hakimlər olur, yan hədd hakimlər əsasən, ya baş hakim də olur. Bəzi müsəlman futbolçular həmən oyundan əvvəl görüşərkən qadın hakimi əl uzatmır ki, naməhrəmdir, əllə görüşmək olmaz. Bu məsələyə münasibətinizi öyrənmək istəyirəm. Bu məsələ biz o vaxtda Amerikaya dəvət olmuşdu. Amerika Dövlət Departamentinin bir proqramı var idi. Həmin proqram çərçivəsində biz ora gedəndə bizlə gedən başqa bir dindar 2 nəfər kişi xeylağı da var idi. Onlar məsələn Amerika Dövlət Departamentinin, yəni belə deyək də, Xarici İşlər Nazirinin müavini gəldiyi zaman xanım idi. O əlini uzatdı xanım. Bu adamların ikisi məsələn əllərini uzatmadılar. Xanım çox pis oldu əslində orada, hiss elədim. Mən amma əlimi uzadıb görüşmüşdüm də. Yəni mən orada onlardan da sonradan Sənin üçün fərqi nədir? Sən öz qızını aparıb məsciddə kişilər olan tərəfə salan adamsan. Sənin üçün fərqi nədir ki, bu məhrəmdir ya naməhrəmdir? Sənin üçün fərqi yoxdur və sənin timsalında olan insanlar üçün bunun fərqi yoxdur. Əlbəttə ki, sənin üçün fərqi nədir ki, əl verib görüşmək? Əslində Allah Subhanahu taala o qardaşlardan razı olsun ki, həqiqətən də onlar Allahın dinini yaşadıkları üçün belə edirlər. Və görmüsünüz dəyərli dinləyicilər, YouTube-da bu cür videolar çoxdur, hansı ki, idmançılar olsun və yaxud da hansısa bir müsəlman ölkələrinin nazir və yaxud da başçılarından olsun, görürsən ki, qadınla əl verəndə, qadınla görüşmür, əllərini sinələrinə qoyublar, yəni hörmət əlaməti olaraq ki, yəni biz müsəlmanlar əllə görüşmürük naməhrəm olan qadınla. Bu əksinə sənin ona qarşı olan göstəri, sənin ona qarşı olan hörmətindir ki, sən əlini sinəyə qoyursan ki, yəni mənim dinim mənə icazə vermir. Və əksinə qarşı tərəfin səhvidir ki, onlar öyrənməlidirlər və bilməlidirlər ki, bu müsəlmandır gələn. Müsəlmana içki təklif etmək olmaz. Müsəlmana kişiyə əl verib görüşmək olmaz. O bunları öyrənməlidir əgər o həqiqətən də siyasətçi bir insandırsa. müzakirə edim. Dedim bu sənin İslamının və yaxud da sənin nə qədər mühafizəkar olduğunun, nə qədər dindar olduğunun bir göstəricisi deyil. Görürsünüz necə təqdim edir. Yəni bu o demək deyil də, yəni sən görüşmədinsə deməli sən dəhşət bir dindarsan da, yəni bu o demək deyil də. Yəni amma mən görüşdüm, görürsən mənə vecimə də deyil. Çünki bunu eləməklə sən o insan da əlini uzadırsa, məsələn qadın olaraq sən ona qadın gözü ilə deyil, insan gözü ilə baxırsan. Yəni sən başqa bir münasibət o əlin ələ dəyməsi ilə o şəkildə görüşdüyün zaman əgər bir beynində qığılcımlar yaranırsa, inanın sənin özündə bir natamamlıq kompleksi var. Elə əksinə sənin özündə də natamamlıq kompleksi. Deməli sənin üçün əlbəttə ki, kişisənsə, kişidə Allah Subhanahu taala o hissləri verib də. Əlbəttə ki, yad qadına toxunanda, görəndə görsən insanda elə insanlar var ki, bəli, şəhvət hissi oyanır onda. Səndə ölüb də yoxdur deyən ona görə sənə vecibə də deyil. Cəmaatı ittiham eləyirsən. Natamamlıq desən kompleks. Elə bəlkə səndə də o natamamlıq kompleksi. Bunun o nəticəsi olaraq görürsən. Bununla bağlı müəyyən hədislərin olduğunu deyirlər. Peyğəmbərə istinad edilənlərin ki, belə günah qazanacaqlar, belə eləyəcəklər. Amma Quranda bununla bağlı bir qadağanı görə bilmərsiniz. İnsan Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə gəldikdə isə dəyərli dinləyicilər, bəli, Allah Rəsulu sallallahu əleyhi və səlləmin xanımlarından olan Ayşə rəziyallahu anha deyir ki, Allaha and olsun ki, Allah Rəsulu sallallahu əleyhi və səlləmin əli naməhrəm olan bir qadına dəyməmişdir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm hətta Ayşə rəziyallahu anha deyir ki, o qadınlarla beyətləşəndə sadəcə söz olaraq, danışıq olaraq nə edərdi? Beyətləşərdi. Və bilirsiniz ki, beyət odur ki, Peyğəmbər s.ə.və sahabələ əl verib sıxırdılar ki, yəni biz səninlə axıra qədər bir yerdəyik. Qadınlar isə Peyğəmbər s.ə.və söz olaraq verirdilər ki, bəli, biz səninlə bir yerdə olacaq. Və həmçində hədislərdə də gəlib ki, Allah Rasulü s.ə.v buyurardı ki, gözlərin zina etməsi baxmaqdır. Dil də zina edir. Peyğəmbər s.ə.v buyurur ki, ayaq da zina edir, göz də zina edir və əl də zina edir. Və sonra Allah Rasulü buyurur ki, sizlərdən birinizin başına iti bir dəmirin, yəni
yəni biz bir dəmirin bir batması onun üçün naməhrəm olan bir qadını əllə verib görüşməsindən daha nədir? Xeyirlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur. Ona görə də əllə görüşməyə, əlhamdülillah nə qədər YouTube-da videolar var ki, görürsən idmançılardır. Onlar əl verib görüşmürlər. Əksinə bu qarşı tərəfə hörmətdir. Ki biz əlhamdülillah yad, yəni bizə naməhrəm olan qadına əl verib görüşmür. Yəni ehtiyac yoxdur. Mən cəmaatın qadını ilə niyə əllə verib görüşmür? Kimsə istəyər. O burada elə bunların özlərinə sual verir. Xoşuna gələr kimsə gəlib sənin həyat yoldaşına əl verib görüşsün, öpüşsün, görüşsün. Xaricilərdə bu da adət var da, öpüşürlər, görüşürlər bir-birlərinə. Əlhamdülillah müsəlman kişisində, müsəlman ailəsində belə bir şey yoxdur. Ona görə də əlhamdülillah din isə bütün bu şeyləri bizə təkrar nə edir? Öyrədib hamısını. Allah'a emanet olun. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.